Azərbaycandan dizel yanacağının idxalı, eləcə də maye qazın mümkün idxalı artıq Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərir. Yenavaz.com Sputnik Ermənistana istinadla xəbər verir ki, bunu Ermənistanın Maliyyə naziri Vaqe Ovanisyan bildirib. Bununla yanaşı nazir Tramp marşrutu layihəsinin Ermənistanın ümumi daxili məhsuluna nə qədər təsir edəcəyini deməkdə çətinlik çəkdiyini qeyd edib. Onun sözlərinə görə hazırda Tramp marşrutu layihəsinə investisiya həcmi və ya Tramp marşrutu layihəsinin potensial təsiri barədə heç bir məlumatı yoxdur. Çünki bu layihələndirmə mərhələsində və ya bu mərhələ tamamlandıqdan sonra məlum olacaq. Qeyd edək ki, keçən il dekabr ayında Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə 1220 ton A95 markalı benzin ixrac olunub. Yanvarın əvvəlində isə Azərbaycan Ermənistana yeni neft məhsulları partiyası 1742 ton A95 markalı benzin və 956 ton dizel yanacağı göndərib.